Salamu aleykum. Allahın rəhməti, bərəkəti, məğfirəti, hidayəti sizin üzərinizə olsun. Evinizdən huzur, bərəkət, gözəllik əksik olmasın. Evinizdən nur olsun. Evinizdə Allahın səsi gəlsin. Allahu Akbar. Deməli, 24-cü söhbətimiz olacaq Allahın izni ilə. Birinci şəhidimiz Nəsibov Kənan. Allah rəhmət eləsin, Allah məkanını cənnət eləsin. Deməli, təvəkkül haqqında söhbət olacaq. Allahın iznilə qısa, haqqınızı halal edin inşallah. Deməli, təvəkkül nədir? İslamda təvəkkül anlayışı necə olar? Təvəkkülün faydaları nələrdir? Bunlardan söhbət eləmək istəyirəm sizə. Demək, təvəkkül səbəbləri yerinə yetirdikdən sonra nəticəsini Allah həvalə etmək. Allahu Akbar. Allaha həvalə etmək deməkdir. Yəni, Ali İmran surəsi 159-cu ayədə buyurur ki, İnnallâhe yuhibbul mütevekkilinə. Yəni, Allah subhanahu wa ta'ala təvəkkül edənləri sevər. Allah deməli, Quran-ı Kərimdə təmiz olanları sevər, təqvalı sahiblərini edər, sevər, həm də yazır ki, Allah təvəkkül edənləri sevər. Subhanallah. Deməli, hədisdə də buyurur ki, bir nəfər gəlib Peyğəmbər Əfəndimizə dəvəsini bağlamadan Allah təvəkkül edir. Deyir ki, xeyr, səninki olmadı. Öncə dəvəni bağla, sonra Allah təvəkkül edir. Subhanallah. Yəni, sadə deyişlə demək lazımdır ki, insan əlindən gələni edəcək, bütün səbəblərini yitirəcək, axırda Allaha təvəkkül edəcək. Allaha işini həvalə edəcək. İndi burada gəlirik ki, təvəkkülün faydaları nələrdir? Yəni, təvəkkül edərsək, faydalar nələr olar? Bir, qəlbi gücləndirər. İnsan daha güclü olar, Allah inamı olar. Allaha bilər ki, bütün edən, görən, eşidən, bilən bir Allahı var və bütün işdən əvvəl həvalə etmiş olar. İkincisi, duanı gücləndirər. İnsan daha çox dua edər. Üçüncüsü, qəlbi mutmain. Qəlbi rahat olar. Yəni, narahat olmaz. Qəlbi fərah içində olar, nur içində, huzur içində olar. Və dördüncüsü, Allahın sevgisinə, subhanallah, səbəb olar. Çünki Allah nə yapır? Yenə də deyir ki, Allah təvəkkül edənləri sevər. Ona görə Allahın sevgisinə səbəb olar. Nəticə olar demək istəyirəm ki, təvəkkül edən heç uduzarmı? Təvəkkül edən heç yalnız qalarmı? Allah-u Teala bizi həqiqi mənada təvəkkül edənlərdən və təvəkkül anlayışını anlayanlardan etsin. Allah söhbətimiz xeyirli, faydalı, bərəkətli etsin.